sabah xeyir olsun, hörmətli Şahidim TV izləyiciləri. Bu günlərin 9 noyabr 2025-ci il tarixində biz 2-ci fəxri xiyaban, Şəhidlər xiyabanındayıq. Bildiyiniz kimi bu günlərin qəhrəman şəhidimiz baş leytenant Kənan Sadıqoğlu Süleymanlının anım günüdür. Allah Teala Kənan qardaşımızın timsalında cəm şəhidlərimizin məkanını cənnət, məqamlarımız etsin. Sadıq əminin də məkanını cənnət, məqamımız eləsin. Və biz Şəhidim TV kollektiv adından və Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliğinin sədri Tahir Məmmədov adından Kənan qardaşımızın anasına, qohumlarına, doğmalarına Allah'tan səbir diləyirik. Allah səbrinizi versin deyirik. Vətən sağ olsun deyirik. Və hal-hazırda hörmətli Şəhidim TV izləyiciləri, mənimlə burada Yazıçılar Birliyinin üzvü Raziyə xanım Kamil yüzüdadır. İstədiyi ilə Raziyə xanım öz ürək sözlərini bildirək. Mən də bütün Şəhidim TV izləyicilərini salamlayıram. Şəhidlərə salam olsun. Yiğit qəhrəman oğullarımızdan biri olan Kənan Sadıqoğlu Süleymanlı. Vətən torpaqları uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. Biz Sadıq dayını gec tanıdıq, tez itirdik və əlimdə gördüyünüz bu kitabda Sadıq dayının istəyi ilə yazılmışdı. Qarabağda izim qaldı. 2023-cü ildə işıq üzü gördü. Təəssüf edirəm ki, Sadıq dayı bu kitabın çapdan çıxmasını həvəslə gözləyirdi, amma ona qismət olmadı. Mən kitabımı ilk dəfə çapdan çıxan kimi gəldim, Kənanın məzarını ziyarət elədim. Ona ehtiramımı bildirərək və Sadıq dayının ruhunu şad olmasını dilədim uca Rəbbimdən. Yiğit Kənan, ruhun şad olsun. Bugün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Uğrunda canını fəda etdiyim vətən torpaqları öz azadlığına qovuşdu. Bugün azad Qarabağın azad səmalarında Kənan kimi oğullarımızın ruhları rahat dolaşır. Ruhu qarşısında ehtiramla baş əyirik və vətən sağ olsun deyirik. Zəfərin mübarək olsun Yiğit Kənan. Bu zəfər sizlərin zəfəridir. Bayramınız mübarək olsun yiğit şəhidlər. Bu bayram sizin bayramınızdır. Ruhu qarşısında bir daha ehtiramla baş əyirik. Raziyə xanım, özünüz bilirsiniz ki, mənim səhhətimdə biraz problem var. Elə mən istərdim mənimlə çəkilişləri, verilişsiz davam elətdirəm. İnşallah. Allah sizə şəfalar versin. Və mən bir daha üzümü Turananıya Allah'tan səbir diləyirəm sizlərə. Allah səbrinizi versin. Məkanlar cənnət, məqamlar olsun. Günü olsun ki, Kənan qardaşımızın, şəhid Kənan qardaşımızın adını daşıyan sözə Kənan qardaşımızın adına layiq olacaq. Allah sizlərə bir daha səbir versin. Allah sizlərə uzun ömrünüzdən sağlığı versin ki, yaşayasınız ki, şəhidlərimizi yaşadasınız. Biz ümidvarıq ki, Azərbaycan xalqı heç vaxt şəhidlərini unutmayacaq da və unutturmayacaq da. Yaşasın Azərbaycan deyirik. Salam olsun şəhidlərimizə. Gəldi, 21-də torpağa tapşırmışıq. Tezdən məndən danışdı, onun bayraq bayramıdır. Təbrik elədim. Dedim, doğrudan da sizlərin, əsl sizlərin bayramıdır ki, bayrağımızı işğal olmuş torpaqlarımızda yüksəltdiniz. O da dedim, amma şan da almışıq, dedim, mən bilirəm. Dünən prezidentimiz elan elədi, 8 günün İlham Əliyev getdi, atasının ziyarətini elədi, sonra gəldi, şu an alınmasını qeyd elədi. Səhərsi gündə tezən Kənanla danışdı. Amma axşama artıq o olmadığından xəbərimiz olmadı. Səhərsi gündə atasının adını onu qeyd elədik, çok gəldi. Təbrik elədik, yığılıq başına, həvəslə də bizi də şükür. Kənan kimi oğulların bir neçəsi. Bu müharibəni sağ-salamat bitirib gələcək. 10 gündən sonra nəşr qəbul. Ruhunu şad eləsin. Allah rəhmət eylesin. Vətən sağ olsun deyə başımız sağ olsun. Çox. Nə deyim, qismət. Evliydi, subay idi.
Subay. Subay. Orada da 30 yaşında gel bir an vardı oldu. 30 yaşı tamam oldu. Şeydə deyim, o həmişə mənim ürəyimdə qalır. 29 yaşı o kədən olanlar birinci uşaq idi. Onu başqa cür qeyd edirdi. Özümüz də olsa, qaydım gedmən, güblərlə zatla az bir kollektivdə olsa, hər il, hər il ad gününü keçirmişik, cəmaatı yığmışıq. Axırıncı il 29 yaşı olanda onlar gününü keçirmədim. Akşam ancaq belə çox gəzdik. Həmən gündə əmsi qızı var, ona bacı deyir, ona səs adır, deyib, ay Kənan, nə yaxşı bugün mama bizi çağırmalı. Mən də dedim Kənan, mama sən qurban olsun, indi mən gələnin 30 illiyini böyük keçirərim. Dedi, böyük keçirdiyəm onsuz. İstədiyimizdən də çox qonağımız vardı, amma onsuz. Bir o ürəyimdə hakimi qalıb. Yəni cənnətdən indi inşallah bilirlər, mən gülüşəm, məqamladılar çünki. Ona bu şəhədətlikdən başqa ölüm yaraşdırmırdım. Onlar bizə 3 əsrdən bəri dadını bilmədiyimiz qələbənin dadını yaşatdılar. Qanları bahasına, canları bahasına. 1000 il boyu bu dövlət yaşayacaqsa, onlar da o şərəfli tarixdə qalacaqlar, yaşayacaqlar. Ondan əmin olun. Bəlkə milyon insanlar heç adları çəkilməyəcək. O qısa ömrü başa vuracaqlar, şad xürrəm, ondan sonra heç bilinməyəcək hardadır. Bəlkə bizə, bəlkə kimlərəsə kəfən qismət olmayacaq, heç məzar qismət olmayacaq, amma onların o gəncəcik yaşında 20 yaşlarla adları çəkiləcək. Deyirəm, Kənan o az ömründən, bəlkə də 80 yaşlı bir Ağıllı yaşını, ömrünü yaşadı. Allah eləmin onu bizə bir yaxşı, xeyirxahlıq mələyi göndərmişdi, valla hamı üçün. Tək mənim üçün, burada olanlar yaxınlarıdır da, qıraq adam yoxdur. Gecə də saat 2-də işdə ona zəng eləsən eşkə satqaz eləmirdi. Yox idi onda kiməsə yox sözü demək. Özünü getirirdi. Söhbət olun, maddiyyətdən getmirik, mənəvi hamının yanındaydı, dəstək idi. Dərd işidən idi. Hamının dərdinə şərik olan idi, çətinlikdə yanında, yox yerdən elə bil özünü getirən idi. Mən elə əminəm, bütün şəhid balalarımız elədi ki, seçirdilər, getdilər. Tamamilə sizin sözünüzün qüvvəti. 23 ildir mən şəhid mövzusunun içindəyəm. Araşdırıram, filmlər çəkirəm, onları tanıtmaq üçün nələrsə eləməyə çalışıram və mən görmədim ki, bir dənə çox belə hansısa bir şəhiddən pis söz deyilsin. Ən say seçmə, belə uca boylu, savadlı, mədəniyyətli, belə hər cəhətdən kamil bir insan, gənc olmaqlarına baxmayaraq, elə bir ki, ahıl bir kişinin ömrünü yaşamış, kamil bir insan kimi getdilər. Bəzi ona görə onların yoxluğunu özlüyükdə. Hərdən adam fikirləşir ki, bəlkə nə hansısa bir əməlində pis olsaydı, pis deyəmirsən, nə deyəsən, o da daha heç yerində pis deyəmirsən. Ona görə laf üzülür, çünki lazımımız. Tək bizə yox, belə deyim, bütün cəmiyyətimizə lazımdır vaxtları. Xeyli vaxtları. Allah hamısının ruhunu şad eləsin. Əminəm ki, şaddır. Əminəm ki, bax, o 23-cü il axırında terror əməliyyatından sonra tam ki, qələbə çaldı, tam ki, Qarabağı azad elədi. Orada suverenliyimizi qeyd elədik də 5-ci il. Suverenlik nəyə görə dedik? Bizim yardımıza gəlir. Hər səhər o xəbərlə açırdıq ki, televizyonu deyirdilər, atışma olubdur, bizim ateşkəs pozulub. Hər səhər bu xəbərlə açırdıq. Suverenliyimiz pozulub deyilirdi. Bu xəbərlərdən sonra keçirdik əsas xəbərlər. Amma indi o söz eşitdir. İndi hər gün torpaqlarımızda gedən quruculuqdan xəbər verilir. Analarımızda deyirsiniz, halal olsun, əziyyətimiz də halal olsun. Çok güzel bir bunlar da yaşayış bəhs olur. Tünel paraddan sonra o təbii ki təsadüf deyildi. Mən buradaydım, bu axıncı filmin çəkilişindeydim. Düz bax bunun üstündə həmin o təyyarələr o göy qırmızı yaşıl üstünü buraxaraq gözəl bir mənzərə yaratdılar. O deyilmiş sözüydü ki, o paraddan sonra onlar gəlib buradan sanki şəhidlərin xatirəsində anıb
O hesabatı verdilər və buradan o tərəfə getdi. Onları mən dünən çəkdim, bizim də çəkilişimiz idi. Onların ruhu şaddır. Sanki bu hamısı Hava da yaxşı keçir. bəli. Dünən də bu Şəhid olanda nə onun acını biz yağış qanqar oldu. Bəli. Hər bir məclisində Allah rəhmət eləsin deyə cənnətdəki bayramlar mübarək olsun. Sağ olun. Sağ olun. Salam aleyküm. Allah rəhmət eləsin. Şad olsun. آمين اللهم صل على محمد وآل محمد اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وآل محمد Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah səbir versin Saadət xanım. Bugün Süleymanlı Kənanın anım günüdür. Biz hamımız yığışmışıq bura. Görürük necə bir izdiham var. Bizim həmvətənlərimiz şəhidlər xiyabanını ziyarət edir. Onların xatirəsini yad edirlər. Bizim şəhidimiz Süleymanlı Kənan 8-dən 9-una keçən gecə şəhid olub. Biz sizə bununla qədər sağlığınızı çatdırırıq. Allahdan səbr diləyirik. Dünən xalqımız böyük zəfərimizin 5-ci il dönümünü qeyd elədi. Bütün dünyada Azərbaycanlılar qürurla, böyük təntənə ilə bu bayram gününü qeyd elədi. Və bu qürurla, bu bayramla biz əlbəttə ki, qürur duyuruq və buna görə də bizim şəhidlərimizə borcluyuq. Bu qüruru, bu sevinci bizə yaşadan şəhidlərimizdir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsində 44 gün ərzində düşməni diz çöktürdülər və bütün dünyaya bir möcüzə nümayiş etdilər. Heç bir qüvvə, heç bir dövlət buna inanmırdı. Amma Azərbaycan igidlərinin, Azərbaycan xalqının vətənpərvərliyi, onların iradəsi, vətən sevgisi bütün dünyaya bir nümayiş oldu. Allah rəhmət eləsin, şad olsun. Sizin ailə bizim üçün çox dəyərlidir. Allah Sadıq müəllimə də rəhmət eləsin ki, bu günləri biz təəssüflə qeyd edirik ki, o bizim yanımızda deyil. Qısa zaman ərzində onunla tanışlığımız oldu. Çox gözəl bir insan idi, bir şəhid atası kimi cəmiyyətimizdə hər zaman bir nümunəvi bir saqqal kimi çıxış edirdi. Təəssüf ki, həyat yeni, belə deyək, reallıqlar ortalığa çıxarır və bunu bir daha nümayiş etdirir ki, bizim həyata özümüz ümumiyyətlə bir qonaq, hamımız gedəcəyik. Kiminsə adı qalacaq, kiminsə qalmayacaq, bu bir reallıqdır. Amma bir də həqiqət ondan ibarətdir ki, bizim şəhidlərimizin adı əbədə qalacaq. Dünən açılan elə Zəfər Muzeydə, bu günlər işğaldan azad olmuş ərazilərdə aparılan tarixi quruluş işləri də Müzəffər Ali Baş Komandanımızın birbaşa rəhbərliyi və nəzarəti altında bütün bu işlər bizim şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdir. Onların yeri, qanı yerdə qalmayıb, onların ruhu şaddır və əlbəttə ki, biz, gələcək nəsillər bizim şəhidlərimizin adını əbədi yaşatmalıyıq. Bizim noyabrın 6-sında rayonumuzda zəfərimizin 5-ci il dönümünə həsr olmuş bayram tədbiri keçirildi. Orada müxtəlif hissələrdən ibarət idi, rəsmi, bədii hissələr. O rəsmi hissədə Saadət xanım elədi bir şəhid anası kimi. Həqiqətən
Saadət xanımın çıxışını dinləyərkən insan bir daha əmin olur ki, bəli, belə ananın ocağında böyüyən övlad vətənpərvər ola bilər yalnız. Vətənə sevgisi, igidliyi hamı üçün bir nümunə ola bilər. Və Saadət xanımın çıxışına görə də mən bir daha minnətdarlığımı bildirirəm Saadət xanım. Allah sizə səbir versin. Bizim Süleymanlı Kənanın misalında bütün şəhidlərimizin ruhu şad olsun, onların ruhu qarşısında baş əyirik, şəhid valideynləri qarşısında baş əyirik və sizə sonsuz minnətdarlıqlarımızı bildiririk. Allah rəhmət eləsin, Allah səbir versin. Dünən bizim zəfər günümüz olub, bugün bayraq günüdür. Bununla əlaqədar hər birinizi təbrik edirik və bu günləri biz bir qalib xalq kimi bir daha onu qeyd eləmək istəyirəm ki, qalib xalq kimi bu bayramı qeyd etməyimiz bizim üçün əlbəttə ki, biz bilirik ki, yalnız zəfərimizə görədir və zəfərimizə görə də biz Müzəffər Ali Başkomandanımıza və rəşadətli ordumuza borcluyuq. Allah dövlətimizi, xalqımızı qorusun. Allah Müzəffər Ali Başkomandanımızı, möhtərəm prezidentimiz Cənab İlham Əliyevi qorusun, onun ailəsini qorusun. Yəni, nə qədər Cənab Prezidentimiz, belə deyək, var, bir o qədər də biz bilirik ki, biz yalnız qələbələrə, zəfərlərə gedəcəyik. Allah Cənab Prezidentimizə can sağlığı versin. Allah səbir versin. Millətimizi qorusun, bir daha da müharibə görürük. Acılı, ağrılı günlərimiz yerdə qalsın. Tarix boyu acı, belə deyək, xalqımız soyqırımlara məruz qalıb, işğala məruz qalıb və bu qara tilsimi bizim igidlərimiz qırdılar 2020-ci ildə. Bundan sonra Müsəlman dövlətiyik. bəli, Xristiyan, o haqsız dünyada, xristianda deməyim, Allahın bəndələri, fərqi yoxdur. Biz heç vaxt tolerantlıq eləməmişik, din ayrılığı seçməmişik. Amma müsəlman dövlətlərin içində bizdən güclü dövlətlər, böyük dövlətlər baş açamadılar, yəni qalib gələnlərdir. Parçalandılar da. Amma biz yeganə bir dövlət olaraq az bir müddətdə bizdən alınanları geri qaytara bildik və tam qaytara bildik də. Axır alınanları deyim, bu keçmişlər də gələcəyimizə baxır. Şəxsən mən belə Ermənistan döyüşündə vaxtının haqsızlıq olur, orada yaşamış vaxtıyla, uşaqlarım ondan gəncələr olmuşsan. Bilirəm ki, orada erməninin az bir hissəsi var idi. İndi də heç yaşamırlar. Amma vaxt olacaq orada gedəcək. hər şeyin öz vaxtı var. Biz səbirli xalqıq və belə deyək, addım-addım öz uğurlarımıza gedirik. Tarix bir daha onu göstərdi və bizim əlbəttə ki, necə ki, Vətən müharibəsində Müzəffər Ali Başkomandanımızın ətrafında xalqımız bir oldu və bu birlik daimidir, bugün də belədir, gələcəkdə də belə olacaq və bu birlik bizi xalqımız üçün nə yaxşı varsa elə uğurlara aparacaqdır. Allah səbir versin. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena qil lana ve ali validey ve lil mu'minel yevmel yaqumul hesab. İnna lillahi ve inna ileyhi raciun. Şəhid Kənan Sadıqoğlu'nun ruhu şad və onun mərhum atası Sadıq atanın da ruhu şad. Cəmi şəhidlərin ruhları şad. Bi haqqı Nəbiyyə Muhammed Rasul. El-Fatiha nəs-sələvat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmil mustaqim. Sıratellezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ahad. Allahümme salli ala Muhammed. Allah rəhmət eləsin. Allah səbir versin. Yəni bu 5 il, yəni bir müddətdir də, bir tarixdir. Mən niyə görə tarixə qayıdıram? Biz tarixi unutduqca gələcəyimizi biz görə bilmirik. Biz unuduruq ki, həmişə bizim regionda təhlükə var. Həmişə erməni böyrümüzdədir. Biz onunla sülhlə bağlasaq, o bir istənilən bir fürsətdə çalışacaq ki, bizə bir ziyanlıq törətsin. Böyrümüzdə başqa dövlətlər var, indi adlarını çəkmirəm. Bizi götürməyən dövlətlər var. Ona görə biz xalq olaraq bir olmalıyıq. Necə 91-ci ildə cənab
mərhum prezidentimiz Əliyev cənablarının yanında, indi İlham Əliyev cənablarının yanında bir də xalq olaraq bir olmalıyıq ki, biz həmişə güclü olaq. Qıraq dövlətlər, başqa dövlətlər, imperialist dövlətlər, yəni bizim birliyimizi parçalaya bilməsin. Onlar bilsinlər ki, həmişə Azərbaycanda Əsəd kimi, Kənan kimi, Sənan kimi, yenə deyirəm, Azad kimi, başqa 3500-ə yaxın şəhid, böyük bir müharibə, antiterror, bir də böyük bir əməliyyatlarda biz bunu zəfəri nail olmuşuq. Bu zəfər elə belə nail olmayıb ki, biz şəhid ailəsi olaraq övladlarımızla fəxr edirik. Biz belimizi niyə bükməliyik? Şəhid valideyni belini niyə bükməlidir? Şəhid valideyni sıxıntı keçirməlidir. Yəni biz dövlətimizdən razıyıq. Dövlətimiz bizə o tədbirləri görür, vaxtında görür. İndi müəyyən əbədiləşmə ilə əlaqədar müəyyən işlər belə deyək də yubanır. O da bir prosesdir. İndi dünən sıra gün sərəncam oldu, Pəncəli. Özdə bir Talış balasıdır, bizim bölgədən Milli Qəhrəman adı verildi. Gecdi də 2016, indi 2005. 8 ildən sonra yeni haqq ədalət öz yerini tapdı. Şəhidlərimizin nəşi tapılır Qarabağ bölgəsində. Görürsünüz, indi onların qəhrəmanlığı da bu gün sabah üzə çıxacaq. Bu proses getməlidir. Məktəb adları verilməsi, küçə adı verilməsi, əbədiləşdirilmə verilməlidir. Biz şəhidlərimizi yaşatmalıyıq. Onlara görə biz tariximizi yaşatmalıyıq. Tariximizi gələcək nəsilə ötürməliyik. O babalarımızın verdiyi o vətəni torpağı Azərbaycanı biz qorumalıyıq ki, gələcək nəsil də onu qorusun və Azərbaycan əbədi olsun. Bu yəni əsas prinsip bu olmalıdır. İndi o belə deyək də, o makaron vərməşir dövrü bir müddət idi. Bir daha salam. Hal-hazırda ikinci fəxri xiyabanda, şəhidlər xiyabandayıq. Bu günlərin ikinci şəhidimiz olan Nicat Şöhrətoğlu Tanrıverdiyevimizə anım günüdür. Bu münasibətlə biz şəhidlər xiyabanda ziyarət edirik və Şəhid TV kollektivi adına Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və bərabər ehtimalı müdafiəsi ictimai bilimsəri Tahir Məmmədov adından Nicat qardaşımızın anasına, valideynlərinə, doğmalarına Allahdan səbir diliyirik. Baş doyuna geliydin zaman. Vətən sağ olsun deyirik. Allah Nicat qardaşımızın timsalında bütün şəhidlərimizin məkanın cənnət, məqamları uca etsin. Şəhidlərimizə salam olsun deyirik. Rəcəb olun, buyurun. Allah'ın cennet meselesi məqamları uca olsun. Nicatın timsalında bütün şəhidləri ehtiramla dünya edirik. 10 dənə banka gətirdik. Azadlığına banka vətən sağ olsun. Burada su götürərik burada. Herkes sağ olsun. Vallahi sağ olun. Şəhid olmayana qədər sizin oğlunuz. Şəhid olandan sonra o Nicat elə gözəl bal idi. Allah siz anamızı o elə sevərdiniz. Allah ruhlarını şad eləsin, məqamlarını uca eləsin. Ana göynər kimi, ana Bəzən deyirlər ki, şəhid kasıbın şəhididir. Vallahi heç nəyə ehtiyacım yoxdur. Heç nəyə. Özünün canında vətənpərvərlik olsun, ömür boyu. Canını fəda verdi, ağır deyil. 1 kiloluk gətirirsə, böyük gətirmə. Çəliş günü dünyaya gəlib, özü bayram günü. Bayram günü də getdi.
Bayraq günü də öz şəhadətinə yüksəldi. Hər birinizdən sağ olun, var olun. Siz sağ olun ana. Mən bugün varam, sabah yoxam. Nizat sizə emanet. Nizatın yanını boş bırakmayın. Nizatın bacısı qardaşı yoxdur. Siz onun bacısı qardaşı. Siz onun balaları. Mən belə deyirəm. Hər birinizə vəsiyyətim var. Hər birinizə. Buradayıq, elə buradayıq. Sağ olun. Elə belə gəlmişik. Gedəyim. Çatmışıq, hə. Allah mekanı cənnət eləsin. Çox sağ olun qızım. Allah razı olsun. Yerləri zaten cənnətdir. Özləri getdi, bizləri də qoydular iki dünya arasında. Nə o izə gedə bilirik, nə bu izə gələ bilirik. Qaldıq. Özləri cənnəti qucaqladılar, biz anaları da cəhənnəmin ortasında qoydular. Bugün İgid qəhrəman oğullarımızdan biri olan Surxay Əbduloğlu'nun Vəkilin cənnətə qovuşduğu gündür. Şəhadətin mübarək olsun İgid oğul. Vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı bizim qəhrəmanımız. Canını vətən üçün fəda etdi. Bugün vətən torpaqları öz azadlığına qovuşdu. Ruhun şad olsun qəhrəman oğul. Bugün uğrunda canını fəda etdiyin doğma Qarabağımız azaddır. Doğma Qarabağın açıq səmalarında üç rəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Məkanınız cənnət olsun. Zəfəriniz mübarək olsun. Qəhrəman oğullar. Sağ olun. Rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Salam olsun şəhidlərimizə. Qəhrəmanı kapitan Surxay Əbduloğlu'nun Kilevin anası hal-hazırda yanımızdadır. Məkanı cənnət olsun. Anamıza Allahdan səbir diləyirik. Şəhidim TV kollektivi adına və istəyirik ki, elə bax bu qəhrəman oğul haqqında bizim izləyicilərimizə az da olsa məlumat verəsiniz. Buyurun. Sağ olun. Surxay hərbiçi peşəsi şərəfli peşədir. Mənim oğlum da bu peşəni seçmişdi. O əsirlərinə yiyələnmişdi. Savadlı bir zabit kimi yetişmişdi. 44 günlük vətən müharibəsi başlayanda ilk gündən, sentyabrın 27-sindən son günə qədər döyüşmüşdü. Şuşada da şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Allah səbrinizi versin. Zəfər qazanan şəhidlərin qarşısında baş edir. Amin. Hər birimiz. Zəfəri bizə yaşatdılar, ancaq bizləri Qarşısında baş edir. yaşatacaqlar. Yerləri cənnət. Sağ olun sizin. Teşekkür ederim. Salam dəyərli Şəhidim TV izləyiciləri, hər birinizi salamlayırıq. Bugün vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Teymur Məcidzadənin şəhadətə yüksəldiyi gündür. Ruhu qarşısında ehtiramla baş əydik. Vətən torpaqları uğrunda sinəsini düşmən gülləsinə sipər edən İgid Teymur. Bugün sizlərin günüdür. Zəfəriniz mübarək olsun. Zəfər uğrunda, vətən uğrunda, üç rəngli bayraq uğrunda ölümün gözünə ölümsüz baxaraq əbədiyyən yaddaşlara yazıldınız. Bir tarix oldunuz, bir dastan oldunuz. Bu vətən sizi unutmadı. Qəhrəman vətən igidləri. Vətən sağ olsun. Bəli, hörmətli Şəhidim TV izləyiciləri, dünənki zəfər gününü bizlərə yaşadan şəhid qardaşlarımızın sahibində bugünkü Azərbaycan xalqı, Azərbaycan gəncliyi xoş bir alan yaşayır və bu da Teymur və Teymur qardaşımızın timsalında öz şirin canlarından keçmiş, şəhadətə ucalmış, şəhidlik zirvəsinə yüksəlmiş şəhid qardaşlarımızın hesabına idi ki, dünlərin xalqımız zəfər bayramı keçirdirdi və biz Teymur qardaşımızın timsalında, Kənan qardaşımızın timsalında bütün şəhidlərin məkanının cənnət, məqamları uca olmasını Allahdan arzulayarıq. Biz heç vaxt demirik ki, şəhidlərə rəhmət, çünki şəhidlər ölməz, vətən bölünməz. Ona görə də hər zaman söylüyoruz ki, şəhidlərə salam olsun. Və Şəhidim TV kollektivi adından Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi ictimai bilim sədri Tahir Məmmədov adından şəhidimizin valideynlərinə, doğmalarına Allahdan səbir diləyirik. Allah səbrinizi versin, məkanları cənnət, bir daha məqamları uca olsun, vətən sağ olsun deyək. Sizlər sağ olun. Allah köməyiniz olsun. Sizin də Allah can sağlığı versin namazda.
Siz yaxşı ki sizlər varsınız. Heç vaxt da bizim bu şəhidlər unudulmaz. Sizin sayənizdə, çəkilişin sayəsində, TV-nin sayəsində Allah hamınızın canınızı sağ-salamat eləsin. Ömrünüz uzun olsun. Bütün cəm şəhidlərimizin hamısına Allahdan rəhmət diləyirəm. Məqamları uca olsun, ali məqamda olsunlar. Peyğəmbərlər, imamlar məqamında olsunlar. Amandır ağlayıp saçın yolarsan. Amandır ağlayıp saçın yolarsan. Üstünü kültürme alçak düşmanıyım. Her şeyi bir şereflisi gösterdi. Ben yaşamıyorum şereflisi. Karabağ. Karabağ'ın dağlarında Karabağ. İnançtan erdiği Karabağ. Bir demliğin. Biz bacarıqlar nə ağı beyə bilirik, nə bir şey eləyə bilmirik. Demir yumruk düşmənə öz yerini gösterdi. 44 günlük döyüşlər tarixi bir zəfərdir. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurdumdan getməzdilər. 44 günə min ilin tarixini yazmışıq. Qarabağ Azərbaycandır, biz zəfər qazanmışıq. Ben de Əsədin tarihi. Əsəd vətənpərvər övladı idi. Vətənini çox sevirdi, torpağını çox sevirdi. Elə öz canını da torpaq uğrunda fəda verdi. Mən çox fəxr edirəm ki, bugün Əsədin yanında məğrur dayanmışam. Çünki az da olsa onun şəhidlik zirvəsində inanıram ki, mənim də az da olsa bir tarix müəlliməsi kimi payım var. Bunu özüm üçün çox qürur kimi sevirəm. Çox sağ olun, var olasınız. Qosanın acısıyla böyüdüm. Allah'ım. Əsədin belə deyək, bu 5 il ərzində müxtəlif tədbirlərdən ümumiyyətlə ətrafında olan insanlar onun barəsində hər zaman isti və belə deyək ki, o qədər xoş sözlər bildirirlər ki, biz də Əsədi artıq tanımışıq. Əsəd həm belə deyək ki, zəif insanların, həm köməyə ehtiyacı olan insanların, yəni yumşaq ürəkli bir, təmiz qəlbli bir yiğit olub, övlad olub, bugün də var, yaşayır. Yəni o qədər qayğıkeş olub ki, o bizim bu vətənin problemlərinə diqqətsiz yanaşan olmuyor. Yəni ona görə də o vətən uğrunda döyüşüb, canını fəda edib. Əsədin müharibə günlərində o necə öz döyüş yoldaşlarına diqqət, qayğı göstərirdi, onların qoruyurdu, müdafiə edirdi, onlara ruh verirdi. O barədə biz çox eşitmişik. Həqiqətən bununla da qürur duyuruq. Əsəd özü evdən öz vayni biletini götürüb getdi. Öz ana-atası ilə belə, mənlə belə normal sağollaşmadan getdi. Biz 238 nömrə məktəbin həyətindən o zaman gedib. O zaman biz orada normal əsasla sağollaşmışıq. Yəni, özü evdən vayni bileti götürüb. Coşqun müəllim sakitcəlanda da yox idi. Çıxdı evdən, yəni valideynlərlə, ailəsinə, evi ilə belə görüşmədən o belə deyək də addımı atdı da və Əsəd getdiyi zaman döyüşün 3 gün başlamışıq, biz şəhid xəbərləri eşidirdik, şəhidlərimizin. Yəni bunu Əsəd eşidə görə Qarabağdakı vəziyyəti, Əsəd bunu bilərəkdən, Əsəd belə deyim də 95-ci il idi, yaşı yetişmişdi, 25 yaşı vardı o zaman. Şükür ağlı normal işləyən bir insan idi. Yəni İqtisad Universitetini bitirmişdi. Əsəd nəyin nə olduğunu gözəl bildiyi halda özü könüllü olaraq vayni bilet götürdü, getdi. Gedən zamanda bizdən Nizamidən uşaqlar var, digər döyüşən uşaqlar. 17 nəfər oldular avtobusda gedən zaman. Əsəd orada gedəndə bir söz işlədib ki, siz hamınız qaydasız məndən başqa. O uşaqların 16-sı da qayıtdı və oradakı avtobusdakı uşaqlar bu sözü mənə deyirlər ki, bəziləri Əsəddən bərabər döyüşməyib, bəziləri bərabər oldular. Amma onlar deyir ki, biz 16-mızda qayıtdıq, bir dənə Əsəd qayıtdıq. Həmçinin döyüş müddətində də məsəl üçün öndə müşahidə, özü kəşfiyyatçı kimi əsgərliyini Naxçıvanda keçmişdi deyə önə çıxmalarda uşaqlar deyir ki, gelirdi Əsəd birinci müşahidə edirdi, gəlirdi, Əsəd bizə tapşırıq verir ki, qabağa, biz deyir ondan sonra qabağa gelirdik də və o müddətdə də 21 döyüş yoldaşını mühasirədən çıxardıb, xilas eləyib. Erməni tankını partlatmaqda, bir tankını partladılar döyüş yoldaşından. Partlatmaq deyəndə orada zəncirini ya belə deyək də tankı saxlayıblar yerində, qoyublar, zərərsizləşdiriblər. Və Əsəd orada öz səs yazmaları var ki,
biz deyir 4 gündür deyir döyüşürük, atsuz indi olduqları yer öndə olublar deyə Ermənistan sərhəd Xocabəndin əsas mərkəzində deyir biz atsuz döyüşürük 4 gündür əminlə Raşid. Amma biz bunu deyir qəbul eləmişik. Yəni hər oğul bu sözü deyənməz ki, mən bunu qəbul edib gedib döyüşürəm. Yəni bəziləri az olanda, sus olanda deyir ki, mənim suyumu gətirin döyüşüm, yeməyimi gətirin. Amma məsələn onu qəbul eləyərək önə gedib, yəni döyüşüb və noyabrın 8-i dünənki gecə və deyir, mənə döyüş yoldaşı söhbət edir. Deyir, biz bir döyüşdəydik ki, biz başımızı qaldıramırıq da bizi çox pis oksigen almışdı. Deyir, biz oradan güclə, bəla ilə çıxdıq oksigenlərə. Deyir, düşəndə aşağı, mən sənə dedim ki, gəl düşək də, deyir, o imkan şərait var idi, yəni onun yanında döyüşən mən idim, mən düşə bilirdim aşağı, o da düşə bilərdi. Deyir, dedi ki, sən get, mən yorulmuşam, gedirəm şəhid olum. Yəni, noyabrın 8-i dünən bu sözü deyib, bu gündən noyabrın 9-u, yəni öz sözünü təsdiq edib də, yəni şəhadəti ilə və döyüş yolunda da bir çox şeylər var, video kadrlar var, onun oradakı əhval-ruhiyyəsini bildirən, onun orada danışığı var ki, şəhid analarına, yəni bir oğul orada belə deyim də, özü əziyyət içində, amma şəhid analarını düşünərək xitab edir ki, şəhid analar da bilsinlər ki, biz də onların balalarıyıq. Biz onların balaların qanını yerdə qoymuruq, bir ömür deyir onlara xidmət edəcəyik. Noyabrın 2-si bu video çarxı bizə yollayır və üstündən bir həftə sonra öz sözünə təsdiq edərək öz ömrü ilə, belə deyək, canı ilə, qanı ilə şəhid analarına xidmət edir, özü də şəhadət məqamına ucalır. Yəni bu onun getdiyi, belə deyək də, mənəvi bir yoldur. Buradakı bir döyüş yolda varsa, əziyyət yol varsa, bir də mənəvi bir yol var ki, o döyüşə girdiyi an insan hansı halla girir? Qorxu halı ilə girir, yoxsa ümid halı ilə girir? Allaha arxalanır, yoxsa belə deyək də, qorxa ki, mən Allahım buradan çıxım ya, belə deyək. Əsəd bütün döyüş, belə deyək də, yolu boyu biz diqqət eləmişik, o mənəvi məqamda irəliyir. Döyüş yolundan çox mənəvi məqamda özünü böyüdüb, o yerə qədər ki, sonunda özü də bilib ki, mən belə deyim, şəhidliyimlə yaxınlaşdım. Gedirəm sabah şəhid olum. Özü də bu sözlərdən deyib ki, mən gedirəm sabah şəhid olum və şəhadətə uzaq və biz bunu hər anlamda, ilahi yuxulardan, belə görmüşük. Digər insanlar olub ki, gəlib biz Əsədi tanıyaq, xiyabanda deyib ki, biz Əsədi yuxuda görmüşük, belə bir yerdəydi, belə bir məqamdaydı, dedi ki, anamın əlindən öpün. Yəni, çox belə şeylər, belə möcüzələr bizə başımıza gəlir, nəinki bizə, çox burada bütün şəhid ailələr var, mən qulaqsan, hamısının azı bir dəfə yuxusunda, ya balası gəlib ona görsənib, ya şey, yəni bu həqiqətdir, şəhidlik bir həqiqətdir, biz müsəlman olaraq bizim dinimiz, dünyada əsas 3 dənə belə deyək, idarə edən din var, xristiyanlıq, yahudizm və müsəlmanlıq və bunun üçü də bir kökdən bağlanır İslamdan və biz belə deyək də İslama inanmışıq, şəhadəti qəbul eləmişik, o yolda da inşallah belə deyək də müsəlman olaraq bir-birimizə insanlar xidmət edir, yaşayırıq, şəhidlər də bütün cəmiyyətə xidmət edərək son sözlərini dedilər. Allah rəhmət eylesin. Bizim burada çox gözəl Əsədin dekanı, universitetimizin gözəl müəllimi dekanı Səbuh müəllim iştirakçı, o öz sözünü desin. Burada da hamıdan şəhid axalarla, analarla dua istəyirəm Səbuh müəllim üçün. Biraz problemi var, inşallah ki, yaxşı olacaq, inşallah. Bura ən yüksək məqamdır, burada söz demək çox çətindir, çox çətin söz demək. Hər dəfə bura gələndə mən o ildən pərcar biri fikirləşirəm ki, mən nə deyim ki, yəni onun ruhunu şad edim, çünki onların ruhunun şad olması bizim üçün ən vacibdir. Yəni, burada çox səsləndirildi, həqiqətən bizim ölkənin vaxt var idi, iqtisadi gücü var idi, ölkəmizin rifahı var idi, ölkəmizin dostları var idi, amma bizim başımız uca deyildi. Və dünyada da, beynəlxalq aləmdə də, diplomatik arenada da bizə bilirsiniz, yəni fikirləşirdilər ki, torpağın itirilmiş dövlətsən, ala bilirsən, ged al. Bugün biz çox güclüyük və güclük sözünü deyəndə çox zaman insanlar tam aydın eləyə bilmir özü üçün, güc nə ilə bağlıdır? Mən izah edim, güc nə ilə bağlıdır? Ətrafda olan ölkələrin hamısının hər hansı bir formada problemi var. Hər birinin problemi var və heç bir müstəqil deyil. Ya kimsə öz ərazisində hərbi blokunu yerləşdirib, ya öz ərazisində başqa ölkələrin hərbi gücü var, ya ərazisini itirib. Yeganə Azərbaycandır. Baxın, ətrafa görəcəksiniz. Yeganə Azərbaycandır. Bu ətraf qısa ətraf deyil, böyük ətraf, geniş lokasiyadır. Azərbaycandır ki, tam müstəqildir. Torpağını qaytarıb və bu torpaq qaytarmaqda 100 illər ərzində olan böyük bir nailiyyətdir. Azərbaycan daima itirə-itirə gəlib, indi torpağını qaytarır.
Ona görə bu uşaqlar, bu canını bu yolda fəda etmiş bu gənclər hamısı bizim üçün hədsiz dəyərlidirlər. Çünki onlar olmasaydı bu hadisələr baş verməzdi. Onlar olmasaydı bugün biz iqtisadi güc, hərbi güc, regional güc ola bilməzdik. Amerika kimi nəhəng ölkə artıq bizimlə hesablaşır. Nəyə görə? Dediyim amillərə görə. Torpağı bütövdür, ərazisində heç bir ölkənin heç bir gücü yoxdur. Bu çox ciddi bir amildir. Bax, bunu da təmin edən birinci növbədə bu uşaqların canı olubdur. Cənab Prezident tez-tez bir fikri bildirir, dəmir yumruq. O dəmir yumruq elə belə anlayışdır, onun dərin fəlsəfi fenomeni var. O dəmir yumruğun barmaqları var, onun bir barmağı bu şəhidlərin qəhrəmanlığıdır, biri xalqın qəhrəmanlığıdır, o maşınların arxasında qaçıb cibində olan almanı belə onlara təqdim edən o insanlar ki var idi, onların biri valideynlərin duasıdır, biri dahi sərkərdə kimi prezidentin özünün cızdığı o strategiyadır, yəni hamı müharibə apara bilər. Müharibə aparan yüzlərlə ölkə ola bilər, elə hamısı torpaq mı qaytara bilir, hamısı qalib mi ola bilir? Dünən də Cənab Prezident özü sözü dedi ki, yəni bütün ölkələrdə problem var və müharibə aparırlar. 100 illərlə davam edən nəhəng müharibələr var. Adi bir kəşmir problemi, kökü həll olunmayan məsələdir, amma biz torpağımızı qaytarmışıq. Yəni o nəyin sayəsində olub? Bu uşaqların sayəsində, gücün sayəsində, millətin birləşməsi sayəsində, həmin o dəmir yumruğun sayəsində. Müəllim, bu proseslər həqiqətən, mən indi coşqamda qulaq astım, sizə də diqqətlə qulaq astım və özüm bir tarixi xronologiya olaraq 2020-ci ildən Qələbə günündən başlayaraq görülmüş işlərə baxmaq istəyirəm. Bu hadisələr birdən baş verməyib. Zəfər Parkı bir il oldu, bu monumentin özünü mən bayaq gələ-gələ baxıram, bu nəhəng bir şeydir. Burada biz bilmirik, 10 ildən sonra hansı işlər görəcək, və 50 ildən sonra bizim heç birimiz burada olmayacaq. Amma burada elə bir ibadətgah, elə bir nəhəng bir anım yeri, anım kompleksi olacaq, elə işlər görüləcək. Bu uşaqların adları elə abidləşəcək, heç bəlkə də sizin də ağlınıza gəlməz, heç bəlkə də bizim arzularımıza sığmaz o baş verəcək hadisələr. Zamanla olacaq bir məsələlərdir. Amma zamanla mən əminəm ki, 100% bu olacaq. Çünki Azərbaycan tarixinə bu uşaqların yazdığı, o qanıyla yazdığı tarixdən yüksək bir tarix ola bilməz. Onlara olmalıdır. Onlara da olacaq. Ona görə də mən düşünürəm ki, siz heç bu məsələ ilə bağlı tədirgin olmayın. Zamana buraxaq. 5 il sonra burada nələr olacaq, bu uşaqların adları necə abidləşəcək, biz nələr görəcək, onu heç kim düşünə bilməz. Ona görə çox danışmaq istəmirəm, çünki hamı danışdı, bəlkə də yorulmuşsunuz. Amma bu uşaqların, elədir, düzdür, bu uşaqların heç bir zaman xatirəsi az əbədi tutula bilməz. Hər dəfə olduğundan üstünə gələcək, daha da artacaq. Burada bizlər olmayacaq, burada gələn nəsillər gələcək, burada onlar öz dualarını edib gedəcək. Ona görə də Allah onların ruhunu şad eləsin, onlar rəhmətdə ən yüksəkdədirlər, mən heç vaxt rəhmət eləsin demirəm. Və ailəyə can sağlığı arzuluyuruq. Yeni ailə qurmuş Səmədin ailəsində inşallah balaca Əsədlər böyüyəcək, onun yerini tutmağa çalışacaq. Və mənim arzum oldu ki, bu cür qəhrəman, igid övladlar çox olsun ailəmizdə. İnşallah siz ki, o tərbiyəni verirsiniz, olacaqdır, sayı da artacaq. Allah hamımızın canını sağ eləsin, ruhu şad olsun. Bütün qardaşımızın da, hamısının da. Buyur xanımlara. Danışacağım 5 ildir. Mən Əsədin dayısının həyat yoldaşıyam. 5 ildir mən indiyə qədər heç bir yerdə bir kəlmə söz danışmamışam. Yəqin ki, artıq o gücü özümdə tapmışam bu gün. 30 ildə Azərbaycan Respublikasında pediatr olaraq, həkim olaraq millətə, xalqa biz də öz nə bacarırıqsa millətimizə, xalqımıza layiq qulluq edirik. Əsəd mənim balam idi. Mənim üçün çox çətindir onun haqqında danışmaq. Yəni, anası, atası şahiddir ki, ən yaxın anası ilə belə danışmadığı sözləri, sirlərini mənlə bölərdi. Biz Əsədlə dostuyduq. Mənim itkisi Əsədin mənim üçün çox çətindir. Ona görə də indiyə qədər mən bir kəlmə danışmamışam. Və o qədər sözlər deyildi ki, çox sağ olsunlar, o qədər yüksək səviyyədə siyasi Azərbaycanımızın siyasəti, dövlətçiliyi haqqında artıq təkrarlamaq istəmirəm. Çox güman ki, daha gözəl sözlər məndən qabaq artıq deyilibdir. Sadəcə mən bir şeyə görə bugün burada danışmaq istədim. 10-15 gün bundan qabaq mən Rusiyadaydım. Rusiyanın Moskva şəhərində, Kirov şəhərində oldum. Xeyir iş üçün getmişdik. Mənim diqqətimi nə cəlb elədi? Söhbət əsnasında xanımlar qurbanlıq axtarırdılar. Qurbanlıq quzular axtarırdılar. Halbuki çox üzr istəyirəm. Yəni, ali savadı olmayan,
rayon kənd yerində böyüyən gözəl, əxlaqlı, dəyərli qızlarımız olub. Yəni heç belə deyim ki, sizə ali savadı yoxdur, çalışmırlar, eləmirlər. Söhbət əsnasında bildim ki, bunlar Zəfər gününə görə bu qurbanlıqları kəsmək istəyirlər. Hər il Zəfər günündə Rusiyada orada yaşayan Azərbaycanlılar qurbanlar kəsir. O qədər diqqətimi cəlb elədi bu məsələ və soruşanda, marağımı cəlb eləyəndə elə ağlaya danışdılar ki, yəni biz ermənilərin qarşısında burada çox baş aşağı qalmışdıq. O qədər vətənpərvər xanımlar, yəni bir deyildi, iki deyildi və mən həmin gün orada dövlət başçımızla daha çox fəxr elədim. Zaten fəxr eləyirik, zaten qürur duyuruq. Yəni, çox sözlər danışıb, deyirəm, bəlkə mənim sözlərim aciz qalar, siz deyilən sözlərin qarşısında. Doğrudan da ölkəmizlə, dövlət başçımızla, dövlətimizlə, dövlətçiliyimizlə o qədər fəxr elədim, o qədər qürur duydum ki, bunu bugün sizlərin də burada bilməsini istədim. Əsədə qalanda Əsəd mənim Niskilə qalib gələn qürurumdur. Artıq heç nə deməyəcəm. Çox sağ olun. Salamamızın qüruru. Babamızın yenə bir şeiri var da. Buyur. Şeiri çox gözəldir. Biz istəyirik, siz bura çox gələsiniz. Görsən qəşəng, yaşıl bir yerdir, avad bir məkandır, genişdir. Qabaq burada rahat 5 nəfər gələ bilmirdi. Düzəldi dövlətimizin sahəsində. Burada skamyakalar var, oturacaqlar var, gözəl yerlər var. Gəlin bura, gəlin. Ata-analarınızı, müəllimlərinizi var. Elə dərs oxumaqla getmir. Türkiyənin üzrə möhtərəm indi məhrum bir prezidenti var idi. Deyirdi, müəllimlərə müraciət edirdi. Deyirdi, siz institutlarda, məktəblərdə, orta məktəblərdə savad öyrədirsiniz, deyir uşaqlara. Və yaxşı deyir, bu vətənpərvərlik, bu halal, haram, düzlük, dürüstlük, bunları niyə öyrətmirsiniz? Bunları da öyrədin. Yəni, hər şey düzlük, dürüstlük, vətənpərvərlik buradan başlayır, bu yerdən başlayır. Bunlar hamısı Səməd də dedi bayaq. Əsəd olsun, o birisi Kənan olsun, Sənan olsun, Cavid olsun. Bunlar seçilmiş insanlardır. Allah Teala tərəfindən seçilmiş. Hər adam şəhid ola bilmir. Təsadüfən ola bilər bir-iki dəfə. Ancaq bunlar həqiqi seçilmiş uşaqlardır. Bunlar bura gəlin, burada saflıq tapın, burada istirahət edin, bunları şəhidlərinizi tanıyın, məktəbinizdə tanıyın. Hə, buyur balacı, buyur. Mən şəhidəm ölməmişəm, şəhidlər ölməzdi axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm ölməmişəm, külək olub, qarışmışam vətənimin havasına. Cismim köçüb bu dünyadan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm ölməmişəm, şeirlərdə, qəzəllərdə yaşayıram. Rəssimlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam, heç zaman unudulmuram. Mən şəhidəm ölməmişəm, Qarabağın dağlarında çiçək olub açıram mən. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm ölməmişəm, şəhidliyə ucalmışam. Nə olsun ki cismim köçüb bu dünyadan. Yerim cənnət, nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki xalq şəhidinə, qazisinə qoyur hörmət. Demək hələ unudulmamışam, demək hələ yaşayıram. Mən şəhidəm ölməmişəm, şəhidlər ölməzdi axı. Sağ ol. Sağ ol. Allah sağlasın. Hörmətli Şəhidim TV izləyiciləri, hal-hazırda biz bildiyiniz kimi 2-ci Fəxri Xiyabanda, Şəhidlər Xiyabanda bu günlərin bir neçə şəhidimizin anım gündür. Bunlardan da biri bizim qəhrəman şəhid qardaşımız, Əsəd qardaşımızdır. Biz Şəhidim TV kollektiv olaraq və Azərbaycan Respublikası şəhid əlləri, əlilləri və müharibə üçün müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından İlk öncə şəhidimizin valideynlərinə Allah səbir diləyirik və şəhidinə dəyər verən, qiymət verən və bu günlərin şəhid valideynlərinin yanında olan bütün hər kəsə öz təşəkkürümüzü bildiririk. Coşqun müəllim, çox sağ olun ki, siz hər zaman istər digər
icra başçılarımız Qəlbinizdə hər gələn zaman şəhid valideynlərin yanındasınız, onların problemlərinlə məşğulsunuz. Allah sizin kimi insanları var eləsin və Allahdan arzu edərdik ki, Müzəffər Ali Baş Komandanımızın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalqımızın həmrəliyi, birliyi heç bir zaman pozulmasın. Amin. Allah xalqımızı qorusun və Amin. başda Müzəffər Ali Baş Komandan olmaqla hal-hazırda ön sıralarda, ön cəbhədə Azərbaycanın ərazi bütövlüyünü qoruyan Allah Teala rəşadətli ordumuzu qorusun və bütün şəhidlərimizin məkanı cənnət, məqamları uca olsun. Şəhidlərimizə heç vaxt rəhmət yox, şəhidlərimizə salam olsun deyək. Çünki şəhidlərimiz heç vaxt ölmür. Şəhidlər o vaxt ölür ki, unudulanda. Mən ümidvaram ki, nə vaxta kimi ki, Azərbaycan xalqının belə qeyrətli oğulları, qızları var. Şəhidlərimiz heç vaxt unudulmayıb, unudulmayacaq da və unutturmayacaq da. Bir daha başınız sağ olsun. Amin. Allahümme saikatul ma'ud sümme ileyne turcaun. İnna lillahi ve inna ileyhim raciun. Şehit Əsəd Mahiroğlu ruhu şad və bütün şəhidlərin ruhları şad. Bi haqqı Nəbiyyə Muhammed Rasulil Əl-Fatihə məs-salavat. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim sıratel lezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahumme salli ala Muhammed ve ala Muhammed. Allah rahmet eylesin. Şad olsun. Teşekkür ederim. Çok sağ olun. Allah razı olsun. Sağ olun. Kızlar müəllim yoxdur. Nasıl?